Salam, hər vaxtınız xeyir olsun. Bu gün Taimin 4-cü siniflər üçün Monitoring test vəsaitindən nümunə olaraq təqdim etdiyi yekun Monitoring 2 sınağının izahını verəcəm. Başlayaq birinci sualdan. Deyir, şəklə uyğun gələn sözü seçin. Çox sadə suallardan başlamışdır. Sizə motivasiya olaraq baxaq birinci suala. Həmin bu şəkildə biz nə görürük? Tort görürük. Ona görə ki, cavabımız A variantı olacaq. Növbəti sual deyir, şəklə uyğun gələn sözü seçin. Əlbəttə ki, şəkildə nə görürük? Nar. Doğru cavab C variantıdır. Sonra keçək 3-cü və 16-cı sualları əhatə edən mətnimizi oxuyaq, ardınca da suallara cavab verək. Bir zamanlar meşənin kənarında balaca qırmızı toyuq yaşayırdı. Onun sevimli görünüşlü, ağ rəngli bir evi vardı. Evi həmişə təmiz və sərgəli görünürdü. Evin önündə isə yaşıl bir bağça vardı. Balaca qırmızı toyuq bu bağçanı çox sevirdi. Orada xoşladığı tərəvəzləri və çiçəkləri becərirdi. Hər səhər günəş çıxmamış oyanar, əvvəllər evini sərgiyə salar, sonra bağçaya çıxardı. Torpağı belləyər, bitkiləri sulayar, sonra biraz dincələrdi. O çox işləyirdi və buna görə də özü ilə fəxr edirdi. Əgər səylə çalışsam, bütün işlərimi vaxtında bitirə bilərəm, deyə düşünürdü. Meşənin biraz dərinliyində isə bir tülkü ailəsi yaşayırdı. Onların yuvasının içərisi qaranlıq idi və yuvanın ətrafı qalın kollarla örtülmüşdü. Bir gün ana tülkü qazana baxdı və dərindən bir ah çəkdi. Qazanımız yenə də boşdur, dedi. Tülkü balaları küncdə oturub yemək gözləyirdilər. Ata tülkü onların halını gördü və narahat oldu. Mən gedib sizin üçün yemək tapacağam, dedi. Söz verirəm ki, bu gün əliboş qayıtmayacağam. Ata tülkü çuvalını da götürüb meşəyə doğru yola düşdü. Addımlarını yavaş-yavaş atır, qulaqlarını dik tuturdu. O ağacların arasından keçdi, bir xeyli yol getdi, amma heç nə tapmadı. Nə bir dovşan gördü, nə də bir quş səsi eşitdi. Birdən burnuna şirin bir qoxu gəldi. Dayanıb dərindən nəfəs aldı. Bu şirin və dadlı keks qoxusudur, dedi. Qoxu onu meşənin kənarına, balaca qırmızı toyuğun bağçasına apardı. Toyuq evin qarşısında oturmuşdu. O günəşin altında dincəlir, bişirdiyi keksdən kiçik tikələr götürüb ağzına qoyur və iştahla yeyirdi. Toyuq ətrafına boylandı. Hər tərəf sakitlik idi. O heç bir təhlükə hiss etmədi. Ata tülkü isə səssizcə və sürətlə arxadan atılıb toyuğu tutdu. Tez çuvalına atdı və çuvalın ağzını bağladı. Toyuq qışqırsa da səsini eşidən olmadı. Tülkü çuvalı çiyninə atıb qaçmağa başladı. Çuvalın içi qaranlıq idi. Balaca qırmızı toyuq qorxurdu. Ürəyi sürətlə döyünürdü, amma bir qədər özünə gəlib fikirləşdi. Qorxu məni buradan xilas edə bilməyəcək. Çıxış yolu tapmaq üçün sakit düşürməliyəm. O çuvalın içində əllərini tərpətdi. Birdən barmaqları kiçik qayçıya toxundu. O bunu həmişə özü ilə gəzdirirdi. Sakitcə qayçısını əlinə alıb çuvalın kənarından yavaş-yavaş kəsməyə başladı. O tələsmirdi. Bu vaxt ata tülkü daşlı bir təpənin ətəyində dayanıb nəfəsini dərirdi. Ağzına bağladığı çuvalı da yanında yerə qoymuşdu. Tülkü ağır-ağır nəfəs alırdı. Hiss olunurdu ki, yorulub. Bu toyuq doğrudan da kök imiş. Tülkü sevinclə öz-özünə dedi. Toyuq artıq çuvalı lazımi qədər kəsmişdi. Fürsəti əldən verməyib səssizcə yerə indi. Ətrafına baxdı. Yaxınlıqda iri bir daş vardı. Onu bütün gücü ilə sürüyüb çuvalın içinə qoydu. Sonra tez yaxınlıqdakı kolun arxasında gizləndi. Ata tülkü dincini aldıqdan sonra çuvalı götürüb yoluna davam etmək istədi. Çuval bu dəfə ona daha ağır gəldi. Bu mən düşündüyümdən də ağırdır ki, tülkü yuvasına çatanda ana tülkü və körpələr onu sevinclə qarşıladılar. Su qaynayır, nə gətirmisən? Ana tülkü maraqla soruşdu. Şişman qırmızı bir toyuq, ata tülkü cavab verdi. O çuvalı qazanın üstünə tutdu. Mən onu suya atanda qapağı bağla. Çuval açıldı və içindəki iri daş şappıltı ilə qaynar suya düşdü. Su hər yana sıçradı. Tülkülər geri çəkildilər. Bəs toyuq hanı? Bu necə baş verdi? Ata tülkü çaşbaş qaldı. Balaca qırmızı toyuq evinə qayıtdı. O bağçasına baxdı, dərindən nəfəs aldı. Ağıllı olmaq bəzən güclü olmaqdan daha vacibdir. Ac qalmamaq üçün isə zəhmət çəkmək lazımdır, dedi.
O gündən sonra türkülər bir daha onun bağçasına yaxınlaşmadılar. Acanda meşəyə gedib özlərinə yemək tapırdılar. Çox qəşəng və ibrətamiz bir mətndir uşaqlar. 3-cü suala baxaq. Deyir, balaca qırmızı toyuq harada yaşayır? Uşaqlar, balaca qırmızı toyuq meşənin dərinliyində hansı idi? Yəni tülkülər. Korluqlar arasında, meşənin kənarında, xeyir kiçik bir yuvada, yəni C variantında. Mətnə görə balaca qırmızı toyuq haqqında aşağıdakı fikirlərdən hansı doğrudur? O bağçanı istirahət üçün istifadə edirdi. O bağçada tərəvəz və çiçəklər becərirdi. O bağçaya nadir hallarda çıxırdı. O vaxtın daha çox ağ evində keçirirdi. Birincisi uşaqlar bir-bir oxuyuruq. O bağçanı istirahət üçün istifadə edirdi. Xeyr. Belə bir şey yalnız istirahət üçün istifadə etmirdi. Və o bağçada tərəvəz və çiçəklər becərirdi. Bəli. O bağçanın nadir hallarda xeyr. Nadir hallarda çıxsaydı onun bağçası o qədər tərəvəzlərdən bol olardımı? Xeyr. O vaxtın daha ağ evində xeyr. Ağ evində keçirtmirdi. Daha çox evdə keçirsəydi onun bağçası o qədər də bərəkətli olmazdı. Sonra belə ardıcıllıqla bağlı bir sualdır. İmtahanınızın favori suallarındandır. Deyir, balaca qırmızı toyuq evin qarşısında dincəlir, pişirdiyi keksdən iştahla yeyirdi. Ata tülkü balalarına yemək tapacağına söz verdi. Ata tülkü balaca qırmızı toyuğu tutub çuvala atdı. Balaca qırmızı toyuq çuvala iri daş qoydu. Ata tülkü çuvala açanda aldandığını başa düşdü. Əvvəla uşaqlar, biz mətndən də nəzərən diqqət yetirsək, görürük ki, ata tülkü balalarına əvvəlcə yemək tapacağına söz verir. Yəni, birinci budur. Ardınca, yəni uşaqlar, birinci 2 gələcək. Ardınca ata tülkü balaca qırmızı toyuğu tapıb, tutub çuvala atdı. Əvvəla balaca qırmızı toyuq evin qarşısına dincəlib, pişirdiyi keksdən iştahla yeyirdi. İkinci bu olacaq, yəni birinci. Daha sonra ata tülkü balaca qırmızı toyuq tutub çuvala atdı. Balaca qırmızı toyuq çuvalı iri daş qoydu və sonra ata tülkü daha doğrusu onu çuvala atır. Yəni üçüncü gələn budur. Daha sonra toyuq qayçısından istifadə edərək torbadan, çuvaldan çıxır və yerinə daş qoyur ki, tülkü şübhələnməsin. Dördüncü gələn elə dördüncünün özüdür. Son olaraq da ata tülkü evə çatanda görür ki, daşdır da, çuvaldan daş çıxıb və onda artıq aldandığını bilir. Sonunda da 5 gəlir. Yəni 2, 1, 3, 4, 5. Doğru cavabımız hansıdır? A variantı. Balaca qırmızı toyuğun hər səhər erkən oyanması və bağçada işləməsi onun haqqında nəyi göstərir? Əlbəttə ki, uşaqlar, onun haqqında nəyi göstərəcək? O, onun zəhmətkeş olduğunu. Doğru cavab B variantı. Deyir, o ehtiyatlı idi. Xeyr. Ehtiyatlı olsaydı, o qədər də ehtiyatlı olsaydı, tülkü onu elə necə deyim, çuvala qoyub aparmazdı da anında. Yəni, nə olsun ki, deyirsiniz ki, müəllim, bəs qayçıdan istifadə etdi. Bəli, o da bir ehtiyatdan nümunə ola bilər. Amma onun səhər erkən oyanması və bağçada işləməsi sırf onun zəhmətkeş olmasından xəbər verir. Yəni, doğru cavab B variantıdır uşaqlar. Çünki mən niyə A variantını izah etdim? Mənim hazırlıq keçdiyim uşaqlar anda səhvlik edənlər var idi ki, yəni deyir ehtiyatlı olması, məsələn, qayçı onun üzərində olmasaydı o çuvaldan çıxa bilməyəcəkdi. Yəni, amma bizdə əsas sualda nə deyir? Niyə səhər erkən oyanması və bağçada işləməsi onun hansı xarakterinin də olduğunu göstərir. Yəni, B variantıdır uşaqlar. Sonra balaca qırmızı toyuğun əgər səylə çalışsam, bütün işləri vaxtında bitirərəm fikri onun hansı düşüncəsini göstərir. Çalışqanlıq nəticəsində hər bir şey çatdırmaq mümkündür. İşlər çox olanda onların heç birini yerinə yetirə bilmirsən. Baxın, buradakı bu cümlə ilə bu B variantındakı eyni fikri təsdiqləmir də, işlər çox olanda. Burada işlərin çoxluğundan söhbət getmir. Bəzi işlər başqalarının köməyi ilə görmək lazımdır. Burada da heç başqalarından sadəcə özünü nəzərdə tutur, bilərəm. Yəni, C də uyğun deyil. İşin çox olsa da tələsməməli. Hər şeyi asta-asta eləməlisən. Burada da uşaqlar tələskənlikdən və yaxud da bir sözdən bu cümlədə bizə nəsə bir göstərilib, xeyr. Amma baxın, çalışqanlıqla səylə çalışmaq.
çalışqanlıq nəticəsində hər bir işi çatdırmaq mümkündür. Bəli, doğru cavab A variantıdır. Sonra Atatürkün qazanımız yenə boşdur sözləri necə başa düşür? Atatürkün ovdan əli dolu. Xeyr uşaqlar, əli dolu qayıdarsa qazan niyə boş olsun ki? Yəni A səhv fikirdir. Körpə türkülərin ac qalacağı düşünülür. Bəli, niyə ac qalacaq? Çünki artıq qazanımız yenə boşdur deyəndə bu gün yemək olmayacağını, körpə türkülərində ac qalacağı nəzərdə tutulur. Türkülərin evində yeməyin azaldığını, xeyr uşaqlar, burada yeməyin azaldığından danışılmır. Desəydi ki, qazanımızda yenə az yemək qalıb, yemək azalıb, hə, onda olardı. Meşədə təhlükəli bir vəziyyət yarandığı güman edilir. Belə bir şeydən də əlaqəsi yoxdur. Yəni doğru cavab B variantıdır. Müəllif niyə Atatürkünün ailəsinin ac olduğunu ayrıca göstərir? Atatürkün davranışının səbəbini oxucuya başa salmaq üçün, türklərin toyuqdan daha zəif olduğunu göstərmək üçün, hekayədə yeni personajların sayını artırmaq üçün, meşədə yeməyin həmişə az olduğunu sübut etmək üçün. Xeyr, uşaqlar. Burada əvvəla, bax, türklərin toyuqdan daha zəif olduğunu göstərmək üçün, xeyr, belə bir niyyəti yox idi. Niyə ayrıca göstərir? Çünki türkü gedib toyuğu oğurlayır axı. Səbəb nə idi? Görürsüz, orada övladlarına söz verir ki, bu gün sizə yemək gətirəcəyəm, sizi ac qoymayacağam. Yəni, niyə gedib toyuğu oğurlayır? Onun səbəbini izah etmək üçün həmin o türkünü ac olduğunu orada ayrıca göstərir. Hekayədə yeni personajların sayını artırmaq üçün, xeyr, meşədə yeməyin həmişə az olduğunu sübut etmək üçün, xeyr. Atatürkünün meşədə uzun müddət ov üçün heç bir heyvan görməməsi hekayədə hansı vəziyyəti göstərir? Meşədə həmin gün ov tapmaq çətin idi. Tülkü yaxşı ov eləməyi bacarmırdı. Meşədə yaşayan heyvanlar ova çıxmışdı. Tülkü düz istiqamətə getməmişdi. Belə ki, uşaqlar, tülkü ov etməyi bacarmırdı. Buna hansı qənaətə gəlirik? Çünki baxın, o toyuğu ovlayarkən, yəni daha diqqətli olsaydı, toyuq onu aldada bilməzdi də. Toyuq orada o çuvaldan çıxıb, çuvalın yerinə gətirib daş qoyub, öz ağırlığını tənzim etmək üçün. Yəni bu tülkü yaxşı bir ovçu olsaydı, onu asanlıqla aldatmaq olmayacaqdı. Yəni bu deməli yaxşı ov eləməyi bacarmır ki, həm övladları ac qalır, həm də ki, heç bir heyvanın görməməsi məsələ onu göstərir. Meşədə həmin gün ov tapmaq çətin idi. Xeyr, meşədə yaşayan heyvanlar ova çıxmışdı. Xeyr, tülkü düz istiqamətə getməmişdi. Xeyr. Toyuğun ətrafının sakit olduğunu düşündüyü vaxtda Atatürkü səssizcə yaxınlaşıb onu tutur. Müəllif bu hadisəni təqdim etməkdə nəyi göstərir? Toyuğun bağçada dincələrək gözəl vaxt keçirdiyini, toyuqların ehtiyatsız heyvanlar olduğunu, təhlükənin gözlənilməz anda ortaya çıxa biləcəyini, toyuğun istirahət etmək üçün yaxşı yer seçmədiyini. Yəni, o toyuq orada düşünür ki, ətraf sakit olduğunu düşündüyü vaxtda Atatürkü səssizcə yaxınlaşıb onu tutur. Yəni, təhlükə gözlənilməz anda ortaya çıxa biləcəyini, yəni, göstərir uşaqlar. 12-ci sual. Atatürkü çuvalı yenidən götürəndə niyə o əvvəlkindən daha ağır idi? Çuval ıslanmışdı. Xeyr. Toyuq hərəkət edirdi. Xeyr. Çuval cırılmışdı. Xeyr. Toyuq daşla əvəz olunmuşdu. Atatürkünün bəs toyuq hanı? Bu necə baş verdi deməyi onu nəyə başa salır? Bəli, onu nəyə başa düşdüyünü göstərir. Deməli, toyuğun hələ də çuvalda olduğunu, Atatürkün səhv etdiyini, qazanda suyun, toyuğun hələ də çuvalda olduğu xeyir uşaqlar daş görmüşdülər. Atatürkün səhv etdiyini ana deyildi, ata idi ova çıxan. Qazanda suyun normadan çox olduğu xeyir, toyuğun qaçdığını və planının pozulduğunu. Bəli, doğru cavab D variantıdır uşaqlar. Aşağıdakı cümlələrdən hansı hekayənin əsas fikrini ən yaxşı ifadə edir? Meşədə yaşamaq təhlükəlidir, xeyr. Ağıllı davranan təhlükədən xilas olar. Elə doğru cavabımız C-dir. Uşaqlar güclü olan həmişə qalib gəlir. Xeyr, əksinə tülkü toyuqdan güclü idi, amma ağıllı sayəsində. Çünki orada sonda deyir, güclü olmaq çox da önəmli deyil. Əsas ağıllı davranmaqdır. Tülkülər həmişə ac olur. Xeyr, bütün tülkülər həmişə ac olmur. Əslində tülkü hiyləgər heyvandır.
Onun ac qalma ehtimalı az-az hallarda rast gəlinir. Aşağıdakı başlıqlardan hansı hekayənin məzmununu daha dəqiq əhatə edir? Sevimli ağay və toyuq, ac qalan heyvanların həyatı, hamısı orada ac qalmırdı. Meşədə ən gözəl bağça, xeyir, ağıllı toyuq və aldanan tülkü. Yəni uşaqlar, doğru cavab D variantıdır. Deyir hekayənin sonunda balaca qırmızı toyuq hansı nəticəyə gəlir? Cavabınızı mətnə əsasən 1-2 cümlə ilə yazın. Baxın uşaqlar, elə bayaq o qeyd etdiyim cümlə kimi deyir ki, baxın, bax buna əsasən yazacaqsınız. Ağıllı olmaq bəzən güclü olmaqdan daha vacibdir. Ac qalmamaq üçün isə zəhmət çəkmək lazımdır, dedi. Və məhz həmin bu cümləyə toyuq sonda bu nəticəyə gəlir də, öz-özünə düşünür və bu nəticəyə gəlir. Sizdə də 16-cı sualda tələb olunur ki, hekayənin sonunda balaca qırmızı toyuq hansı nəticəyə gəlir? Və cavabınızı əsasən 1-2 cümləyə yazın. Yəni güclü olmaq o qədər də vacib deyil. Yəni ağıllı olsan, güclüyə də qalib gələrsən o mənada nəzərdə tutulur və həmişə tülkünün ac qalmasının səbəbi nə idi? Orada diqqət etdinizsə, var idi ki, deyir, evinin kolların arasında yerləşirdi, balaları ac qalmışdı. Yəni tülkü çalışqan da deyil də. Amma toyuq görürsünüzmü? Hər səhər tezdən oyanır, səylə çalışaraq, bağçası da bərəkətli idi və ac da qalmırdı. Yəni burdan belə bir cümlə yaza bilərik ki, ağıllı olsaq, güclüyə də qalib gələ bilərik. Zəhmətlə çalışsaq, səylə çalışsaq, istədiyimiz kimi də yaşayarıq, ac da qalmarıq və həmişə də hər istədiyimizdə olar və s. digər cümlələri də əlavə edib yaza bilərsiniz. Yəni ancaq sizin öz təxəyyülünüzə qalıb. Sonra uşaqlar 17 və 30-cu suallara əsasən mətni cavablandırın. Yəni diqqət etsəniz, yuxarıdakı suallarda axırda cavab kartı da təqdim olunub. Yəni həmin o cavab kartına baxsanız görəcəksiniz ki, hər mətnin sonuncu sualı açıq sualdır və siz onu öz fikirlərinizi oraya yazmalısınız. İndi 17 və 30-cu suallar isə mətnə əsasən cavablandırın deyir. Baxaq. Kəpənəklər təbiətin ən zərif və gözəl canlılarından biridir. Onların rəngarəng qanadları, sakit və yüngül uçuşları insanlara sevinc bəxş edir. Çiçəklərin üzərində uçan kəpənəkləri görmək hər kəsin xoşuna gəlir. Lakin bu gözəl canlıların həyatının necə başladığını və necə dəyişdiyini bilənlər çox azdır. Əslində kəpənəklər həyatları boyu böyük bir dəyişiklik keçirirlər. Bu dəyişiklik metamorfoz, canlının bir formadan başqa formaya keçərək tam dəyişməsi adlanır və təbiətin ən maraqlı proseslərindən biridir. Kəpənəyin həyat dövrü 4 əsas mərhələdən ibarətdir. Yumurta, tırtıl, pup və kəpənək. Bu mərhələlərin hər biri kəpənəyin yaşaması və böyüməsi üçün çox vacibdir. Yumurta, hər şey dişi kəpənəyin yumurta qoyması ilə başlayır. Dişi kəpənək yumurtalarını adətən bitkilərin yarpaqlarının altına və ya nazik gövdələrinə qoyur. Bunun əsas səbəbi yumurtadan çıxacaq tırtılın dərhal qida tapa bilməsidir. Çünki tırtıl əsasən bitki yarpaqları ilə qidalanır. Yumurtalar çox kiçik olur. Onların forması və rəngi kəpənəyin növündən asılı olaraq dəyişir. Yumurtanın içində balaca bir tırtıl inkişaf edir. Havanın isti və ya soyuq olmasından asılı olaraq yumurtalar bir neçə günə və ya bir neçə həftəyə açılır. Tırtıl yumurtadan çıxan canlıdır. Onun əsas işi yemək və böyüməkdir. O yumurtadan çıxan kimi əvvəlcə yumurtanın qabığını yeyir, sonra isə yarpaqları çeynəməyə başlayır. Tırtıl gün ərzində çoxlu miqdarda qida qəbul edir. Tırtıl böyüdükcə dərisi ona dar gəlir. Buna görə də o bir neçə dəfə dərisini dəyişir. Hər dəfə dərisini dəyişdikdən sonra daha böyük və güclü olur. Bəzi tırtıllar yumurtadan çıxdıqları ölçülərindən onlarla hətta 100 dəfədən çox böyük olurlar. Bu mərhələdə tırtıl enerji toplayır, çünki qarşıda onu böyük bir dəyişiklik gözləyir. Tırtıl kifayət qədər böyüdükdən sonra özünün təhlükəsiz və sakit bir yer tapır. O yarpaqdan və ya budaqdan asılaraq hərəkətsiz qalır, pup mərhələsinə keçir. Pupun ətrafında sərt bir örtü yaranır. Bu örtü onu bir sıra xarici təsirlərdən qoruyur. Bu mərhələ kənardan sakit görünsə də əslində ən möcüzəli mərhələdir. Çünki pupun içində tırtılın bədəni tamamilə dəyişir. Qanadlar, bığcıqlar və yeni bədən quruluşu yaranır. Bu proses bir neçə həftə, bəzən isə bir neçə ay davam edə bilər.
Vaxtı çatdıqda pupun sərt örtüyü çatlayır və içindən kəpənək çıxır. Lakin o dərhal uça bilmir. Qanadları əvvəlcə yaş, yumşaq və büzüşmüş olur. Tədricən kəpənəyin bədənindəki maye qanadlara dolur və onların açıq möhkəmlənməsinə kömək edir. Qanadlar quruduqdan sonra kəpənək uçmağa hazır olur. Kəpənəklər təbiət üçün çox faydalıdırlar. Onlar qidalanmaq üçün çiçəklərdən nektar sorurlar. Bu zaman kəpənəklər bitkilərin tozlanmasına kömək edir. Bu da bitkilərin inkişafına şərait yaradır. Kəpənəklər həmçinin təbiətin sağlamlığını göstərən canlılar sayılır. Əgər bir ərazidə çoxlu kəpənək varsa, bu həmin mühitin təmiz olduğunu göstərir. Qəşəng, maraqlı, informativ bir mətn idi. 17-ci sual. Kəpənəyin həyat dövrünün ilk mərhələsi hansıdır? Həyat dövrünün ilk mərhələsi uşaqlar yumurta. Yəni qeyd etdik ki, birinci yumurta, sonra tırtıl, sonra pup, sonra kəpənək olur. Kəpənəyin yumurtalarını yarpaqlara və nazik gövdəyə qoymasının əsas səbəbi nədir? Yumurtalarının günəşdən qorunması, xeyr. Yumurtaların gizlənməsi, xeyr. Yumurtaların tez böyüməsi, xeyr. Tırtılın dərhal qida tapa bilməsi. Çünki həmin o yumurtadan sonra tırtıl olacaqdır da. Tırtıl da anında qida tapa bilməsi üçün həmin o yerləri seçir. Tırtıl yumurtadan çıxan kimi nə edir? Uçmağa çalışır, xeyr. Pup mərhələsinə keçir, xeyr uşaqlar. Yumurtadan çıxan kimi deyir. Çiçəklərdən şirə toplayır, xeyr. Əvvəlcə yumurtanın qabığını yeyir, sonra da digər, yəni həmin o gövdədədirsə, yarpaqdadırsa, həmin o yarpaq hissələri yeyir. Mətnə görə tırtıl bu mərhələdə nə üçün enerji toplayır? Daha rəngli olmaq üçün, xeyr. Daha uzağa getmək üçün, xeyr. Uçmağa başlamaq üçün, xeyr. Pup mərhələsindəki dəyişiklik üçün. Tırtılın bir neçə dəfə dərisinin dəyişməsi nə ilə bağlıdır? Rəngin dəyişməsi ilə xeyr uşaqlar, uçmaq istəməsi ilə xeyr, qida axtarması ilə xeyr. Böyüməsi ilə, niyə? Çünki o hər dəfə dərisini dəyişdikcə, orada yuxarıda da qeyd olunub ki, onlarla böyüyürdü. Yəni çox böyüdüyünə görə artıq yavaş-yavaş o dərisini dəyişirdi dəfələrlə. Pup mərhələsində nə baş verir? Tırtıl daha çox qida qəbul edir, xeyr. Tırtıl uçmağa başlayır, xeyr. Tırtıl yarpaq yeməyə davam edir, xeyr uşaqlar. Tırtılın bədəni dəyişərək kəpənəyə çevrilir. Pupun sərt örtüyü nə üçün vacibdir? Tırtılın qida tapması üçün, xeyr. Tırtılın daha tez uçması üçün, xeyr. Tırtılın daha tez böyüməsi üçün, xeyr. Onu kənar təsirlərdən mətndə də var. Yəni yağışdan və soyuqdan qorumaq üçün. Kəpənək pupdan çıxdıqdan sonra niyə dərhal uça bilmir? Çünki qanadları yuxarıda da qeyd etdik ki, yaş və yumşaq, hətta orada büzüşmüş də olaraq qeyd etmişlər. Yəni doğru cavab elə A variantıdır. Qanadları çox kiçik olduğu üçün, xeyr. Qanadları rəngsiz olduğu üçün, qanadları ağır olduğu üçün, xeyr. Bir ərazidə çoxlu kəpənəyin, yəni sonuncu cümlə idi ki, çoxlu kəpənəyin olması nəyə göstərir? Həmin mühitin təmiz olduğuna xəbər verir. Sonra mətnə səsləndir, doğru fikirləri seçin. Kəpənəyin həyat dövrü 4 əsas mərhələdən ibarət. Uşaqlar, əvvəlcə yumurta olurdu, sonra tırtıl olurdu, sonra pup olurdu, sonra nəyə keçirdi? Sonra olurdu kəpənək. Neçə mərhələdən keçdi? Bəli uşaqlar, dedik ki, nə olur? Yumurta, tırtıl, pup, kəpənək, yəni 4 mərhələdən ibarət olur. Doğru fikirdir. Tırtılın əsas işi yemək və böyüməkdir. Bəli. Pup mərhələsində kəpənək dərhal uçmağa başlar. Xeyr uşaqlar, dərhal uçmağa başlamır. Kəpənəklər bitkilərin tozlanmasına kömək edir. Bəli, təbiətdə rolu 1, 2, 4. Yumurtalar həmişə eyni rəngdə. Xeyr, orada var idi ki, dedik kəpənəklərin növünə və rənginə görə yumurtalar da fərqli olur. Bu da səhv fikirdir. Yəni 1, 2, 4 hansı variantdır? A variantı uşaqlar. Kəpənəyin həyat dövrünü öyrənmək insanlara nəyə başa düşməyə kömək edir? Kəpənəklərin yalnız çiçəklərdə yaşadığını, kəpənəklərin yalnız yazda uçduğunu, canlıların inkişaf və dəyişmə mərhələlərindən keçdiyini, kəpənəklərin yalnız bir qida ilə qidalandığını, aşağılar yuxarıda ilə mətndə də ilk başlıqlarda da qeyd edir ki, kəpənəklər çox nadir və daha doğrusu yaxşı, gözəl bir varlıq olduqlarından insanların əksəriyyəti heç onların inkişaf və dəyişmə mərhələlərindən də xəbərsizdir. Yəni C variantı. Müəllif niyə mətnə kəpənəklərin gözəlliyini danışmaqla başlayır? Yalnız görünüşdən danışacağını bildirmək üçün, xeyr.
Çəpənəklərin ən vacib xüsusiyyətini göstərmək üçün, oxucuda maraq yaratmaq və diqqətini çəkmək üçün, bəli, elə B variantı. Çəpənəklərin ən vacib xüsusiyyətini göstərmək üçün, onların başqa canlılar üstün olduğunu göstərmək üçün. Xeyr aşağılar. Elə başdan onların gözəlliklərinə danışır ki, məhz bu gözəllikləri ilə diqqət çəkir ki, görün onun hansı mərhələlərdən keçib, necə gəlib şəpənək kimi formalaşır. O haqda məlumatları çatdırmaq üçün diqqət, maraq yaradır. Müəllif niyə sonda çəpənəklərin təbiətdə rolu hissəsini əlavə edib? Çəpənəklərin faydasını göstərmək üçün elə cavablı variant. Çəpənəklərin digər həşəratlardan fərqini açıqlamaq üçün xeyr. Çəpənəklərin necə qidalandığını daha ətraflı izah etmək üçün xeyr. Buna aidiyyatı yoxdur. Çəpənəklərin həyat dövrünün sonuncu mərhələsini izah etmək üçün xeyr. Onsuz da çəpənək olan ki, dövrünü izah edib. Ondan sonra son olaraq yazıb ki, çəpənəklərin təbiətdə rolu, yəni onların təbiətdə çiçəklərin tozlanmasındakı faydasını və yaxud da onların çox olduğu yerlərdə ətraf mühitin təmiz olduğunu göstəricisi kimi olmalarını məhz həmin hissədə qeyd edib. Mətnə əsasən çəpənəklərin təbiətdə hansı müsbət təsirləri var? Elə bayaq uşaqlar, baxın mətnə əsasən. Yəni ola bilər çəpənəklər haqqında çox məlumatlarınız var. Mətndəki faydalarından başqa digər faydalarını da bilərsiniz. Amma sırf mətndə bizə hansı faydalarını danışmışdı? Elə bayaq qeyd etdiyim kimi çiçəklərin tozlanmasında faydaları var və onların çox olduğu ərazilərdə müşahidə olunur ki, ətraf mühit təmizdir ki, onlar bu ərazidə daha çoxdular və belə cümlələr qurub yaza bilərsiniz. Sonra keçək riyaziyyat suallarına. Deyir ki, hansının cavabı daha böyükdür? Uşaqlar, mürtəzəli ifadələrdə birinci mürtəzəni hesablayırıq. 145-in üzərinə 22 gəldikdə neçə edəcək? 167. 6-nı vuracaq 167-yə. Bərabərdir edəcək 6 da 7, 42, 4 yadda, 36, 40, 1002. Daha sonra yenə birinci mürtəzənin içərisini 360-ın üzərinə 420 gəldikdə 780. Həmin o 780-i də 13-ə böləcəyik. O da düşəcək. Neçə dəfə düşəcək uşaqlar? 60. Bunun cavabı 60. Daha sonra yenə birinci vurmanı həll edirik. 6 dəfə 24 edəcək 144. 144-ün üzərinə 298 gələcək. O da eləcək ki, səhv etmədimsə 2, 13, 14, 442. Yenə burada birinci vurmanı həll edirik. Yəni 6-nı, daha doğrusu 54-ü vuracaq 28-ə. 1512 edəcək. 628-in üzərinə 1512 gələcək. O da edəcək uşaqlar 628 gəldikdə 2140. Yəni uşaqlar, burada ən çox cavabı daha böyük olan hansı idi? D variantı. Sonra A kəndi ilə B kəndi arasındakı məsafə 6 kilometrdir. 50 A kəndindən 3500 metr məsafədə olarsa, bir də dəqiq ekran mən 2-yə bölüm, yerim daha çox olsun, hesablama aparmaqda daha rahat edək. Deyir ki, A kəndi ilə, baxın, A kəndi ilə B kəndi arasındakı məsafə 6 kilometrdir. Uşaqlar, 1 kilometr 1000 metrdirsə, 6 kilometrim nə qədər edəcək? 6000 metr. Və 50 A kəndindən 3500 metr məsafədə olarsa, B-yə çatmaq üçün nə qədər? Tutaq ki, 50 buradadır. Burada da nə qədərdir? 3500. Buradan bura 3500-dürsə, bura nə qədər qalır uşaqlar? Ona görə də nə edəcək? 6000-dən 3500 çıxırıq. Cavab edəcək 2500. Yəni, B kəndinə 2500 metr yol getsə, həmin o B kəndinə çatacaq. Sonra 33-cü sual. Aşağıdakı ədədlərdən hansını minliklərə qədər yuvarlaqlaşdırdıqda digərlərindən fərqli nəticə verir? Aşağılar, ərinmədən hamınız yazırıq bir-bir. Baxaq, təkrik, onluq, yüzlük, minlik. Neçə edəcək? 245 min. Və yaxud da 245.500. Yenə təkrik, onluq, yüzlük, minlik. Neçə edəcək? 246.000. Baxın, buna fikir versəniz, burada azaldı, amma burada artdı. İndi növbətinə baxaq. 245.501. Təkrik, onluq, yüzlük, minlik.
Burada da artıq yenə 5 və 5-dən böyük olduqda dedik ki, mərtəbə bir vahid artacaq. Yenə burada da artdı. Daha sonra 245.680. Yenə təkcik onluq 103 minlik. Görürük ki, 5 və 5-dən böyükdür. Ona görə artacaq 246.000. O da hansı variantdır uşaqlar? Azalan. Gördük ki, hamısında artır, amma A variantında azaldı. Ona görə doğru cavab A variantıdır. Mənim dərs keçdiyim uşaqlar hiyləgərlik edirlər ki, ay müəllim, baxırıq ki, 4-dür, bu birisilər 5, 5, 5-dir, 6-dır. Yəni 5 və 5-dən böyük ədədlərdir deyə onlar da artacaq. Yəni siz elə eğitimdən uşaqlar, siz elə yuvarlaqlaşdırın ki, həm sizə təkrar olsun, həm də daha yaxşı formalaşsın yuvarlaqlaşdırma sizdə. Deyir, əgər 2 ədədin hasilindəki vuruqlardan hər birini 2 dəfə artırsa, cavab 2 dəfə artar. Bu fikirlər razısınız maşallah. Bunun üçün özünüzdən bir nümunə deyin. Tutaq ki, 2 vuraq 5 bərabərdir 10. Bu sənin bilirsən ki, bunlar vuruq, hasil. Və indi nə edəcəm? İndi deyir ki, hər birini 2 dəfə artırsaq. Məsələn, 2 idi vuraq, birinci vuruq. 2 dəfə artırdım 4 oldu. İkinci vuruq neçə idi? 5 idi. 2 dəfə artırdım neçə oldu? 10 oldu. Bərabərdir. Hasil neçədir? 40. İndi əvvəlcə hasil 10 idi, indi də 40 oldu. Neçə dəfə artdı? 4 dəfə artdı. Sənə nə deyir? Deyir, cavab da 2 dəfə artar. Xeyr, 2 dəfə mi artdı uşaqlar? 4 dəfə artdı. Yəni, yanlış fikirdir. Doğru cavab C variantıdır uşaqlar. Yəni, deyir ki, bu fikirlə razısınızmı? Xeyr. Yəni, C. Sonra deyir ki, elə 3 rəqəmli ədəd tapın ki, yüzüklər mərtəbəsindəki rəqəm. Baxın, 3 dənə rəqəm götürürəm. Üçünü də yerinə ayırdım. Yüzük, onluq, təklik. Deyir, yüzüklər mərtəbəsindəki rəqəm 4. Aha. Onluqlar mərtəbəsindəki rəqəm yüzüklər mərtəbəsi rəqəmindən yüzükdə 4 idi. 2 vahid az dediyinə görə bərabərdir 2. Yəni, onluğumuz da 2-dir. 2 vahid az. Təkliklər mərtəbəsindəki rəqəm onluqlar mərtəbəsi onluğumuza neçə idi ki, 3 vahid çox deyir deyə bu da olur 5. Yəni, təkliğim neçə oldu? 5. Bu hansı ədədiymiş? 425. Yəni, hansı variant uşaqlar? D variantı. Yəni, maraqlı sual idi. Sonra 36-cı sual. Nəşriyyat kitab çap etmək üçün sifariş alır. Sifariş üçün hansı kitab çap etmək bir səhifənin qiymətinə görə daha sərfəlidir? Baxın, yaşıl olan, yaşıl üzlü kitabda 120 səhifədir, bir səhifəsi 6 manatdır. Sonra 120 səhifəlidir, bir dəqiqə, nəşriyyat kitab çap etmək üçün sifariş alır. Sifarişçi üçün hansı kitabı çap etmək bir səhifənin qiymətinə görə daha sərfəlidir? 120 səhifəlik kitabdır, 6 manatdırsa, bir səhifəsi neçə manat olacaq? 2 manat. 160 səhifəlik kitabdırsa, 8 manat edirsə, bir səhifəsini nə qədər eləyəcək uşaqlar? Bu da 2 manat. Yəni 20 manat, bir dəqiqə, bu da 20 manat, daha doğrusu 2 nə idi? Sonra 250 səhifəlikdir, ona böləndə neçə düşəcək? 25 manat. Ən çox hansında pul gəlir əldə edir? 25 manat, o da hansı kitabdır? Narıncı kitab. Yəni uşaqlar A variantı. Sonra aşağıdakı ifadədir. Deyir ki, A bərabərdir 25-dir, B bərabərdir 450. Yenə gətirib ifadələri yerinə qoyuruq. 2, A-nın qiyməti neçə idi? 25. Üstə gələk, B-nin qiyməti 450. Bölək 9, çıxaq 40. Həmin ifadənin yerdə adam B-nin yerinə gətirdim, qiymətlərini qoydum. Yenə vurmağı həll edirik. 2 dəfə 25, 50 üstə gələk. Burada bölməyi həll edirik. 450-ni də 9-a böləndə yenə 50, çıxaq 40. Bərabərdir. Eyni güclər deyilir. Sağdan sola doğru, daha doğrusu soldan sağa doğru hesablayırıq. 100, çıxaq 40, bərabərdir 60. Yəni, doğru cavab hansıdır uşaqlar? 60. Sonra növbəti sual. Parkda oyun meydancası üçün ayrılan hissənin sahəsini tapın. Uşaqlar, buraya baxaq. Bir də əvvəla mən bu şəklini buraya çəkim. Deməli, görürsünüz ki, bax, belə bir şəkil verib. Belə bir şəkil. Bura 12-dir, uzunu, elə eni də 12-dir.
Sonra bu biri tərəfdə də bura artıq deyəsən o yaşıllıqdır da. Həmin o hissə yaşıllıqdır. Yaşıllığın da 6, burası da 7-dir. Və sənə deyir ki, oyun meydançası bura oyundur. Bunu uşaqlar əvvəlcə böyük düzbucaqlı şəklində düşünəcəksən. Tutaq ki, bu böyük düzbucaqlıdır. Böyük düzbucaqlının sahəsini necə tapırdıq? Eninin uzunluğuna vururdıq. 12-ni 12-yə vuranda neçə eləyir? 144. Bu böyük sahədir. Yaşıllıq və oyun alanı olan bir yerdir. Oyun meydançası olan bir yerdir. Həmin o 144 sm-dən çıxacam. Bax, mən bu yaşıllığın sahəsini. Yaşıllığın sahəsi neçə eləyir? 7 dəfə 6, 42. 144-dən də 42 çıxanda bərabərdir, qalacaq 102 metr kvadrat. Deməli, oyun sahəsi, oyun meydançasının sahəsi nə qədərdir? 102. Doğru cavab hansıdır uşaqlar? C variantı. Sonra növbəti suala baxaq. Növbəti sualda deyir ki, 39-cu sualdır. Ambarda 25.600 kiloqram buğda var idi. Birinci gün, baxın, birinci gün 7850 kiloqram, ikinci gün deyirsə birinci gündən 1200 kiloqram çox satıldı. 7850-dən 1200 çox olan ədədimiz neçə eləyəcək uşaqlar? Eləyəcək 0, 5, 10, 8, 9050 kiloqram da ikinci gün olub. Və ambarda nə qədər buğda qaldı? Əvvəlcə 7850 kiloqram satıldı, sonra 9050 kiloqram satıldı. 5, 10, 8, 9, bu da edir 16900. Ambarda da var idi 25600. 16900-ü satıldısa, görək nə qədər qalıb çıxacaq. 16-dan 9 çıxanda 7, 14-dən də 6 çıxanda 8. Yəni 8700 kiloqram ambarda arpa buğda qalıb. Növbəti sual 40-cı sualdır. Deyir, məktəbdə 864 şagird var idi. Onlardan 378-i oğlanlardır. Baxın, məktəbdə 864 şagird var. Onların 378-i oğlandır. 378 oğlan. Onda nə qədər qız qalır? 864-dən 378 çıxdıqda, 864-dən 378 çıxdıqda, 14-dən 8, 6, 15-dən 7, 8, 7-dən 486 da nə qalır uşaqlar? Qız. Və yeni tədris ilində 46 oğlan gəlir və 39 qız qəbul edildi. Məktəbdəki qızların sayı neçə oldu? Aşağılar, elə 486 qızımız var idisə, 39 qız da gəldisə, nə qədər edəcək? 5, 2, 525. Yəni, nə qədər qız oldu məktəbdə uşaqlar? 525. Bu qələm niyə buradan yoxa çıxır? B variantı. Sonra növbətinci sual 41. İdman zalı üçün 20 top aldılar. Voleybol topu 15 manat. Toplar üçün cəmi 480 manat ödənildi. 8 voleybol topu alındığı məlumdursa, futbol topunun qiymətini tapın. Baxın, 20 dənə top alıblar. Və hamısına da cəmi 480 manat veriblər. Voleybol topu 15 manatdır. Baxın, burada da göstəriblər. 8 dənə voleybol topu alırlar. 15-i vuracağıq 8-ə. Edəcəkmi? 120 manat. 120 manat bunlar voleybol topuna veriblər. Cəmi 480 manat xərcləmişdilər. 480-dən də 120 çıxırıq. 360 manat qalır. Bunlar da 20 top almışlar axı. 20 topdan 8 top voleybol topudursa 12 top qalır. 360 manat da pul qaldı. 360 manat da futbol topuna veriblər. 12 dənə də alıblarsa, görək qiyməti neçəymiş? 336, daha doğrusu 360-ı da bölürük 12-yə, düşəcək 30 manat. Deməli, voleybol topu neçəymiş? 30 manat. Yəni, uşaqlar hansı variantdır? D variantı. Qəşəng maraqlı sual idi. Sonra 42-ci sual. Deyir, şagird hər gün eyni sayda səhifə oxumaqla 5 günə 120 səhifə oxuyur. Əgər oxuma sürətini dəyişməzsə 8 gündə cəmi neçə səhifə oxuyar? Hər gün eyni sayda oxuyur aşağılar. Bax, buraya fikir verin. Qələm niyə buradan yoxa çıxır? Hər gün eyni sayda səhifə oxuyursa 120-ni böləcəyik 5-ə.
Düşəcəkmi 24 səhifə. Deməli, hər gün 24 səhifə oxuyur. Əgər deyir, oxuma sürətin dəyişməzsə, 8 gündə cəmi aşağılar 5 gün oxuyub 120 səhifəsi var. Bu 120 səhifə səndə var. Bunu saxlayırıq. 5 gündən sonra da 3 gün oxuyub baxın. Hər gün də sən bilirsən ki, eyni səhifə oxuyur, 24 səhifə oxuyur. 3-ü də 24-ə vuranda eləyəcək 72 səhifə. Əvvəlcə 120 səhifəsi var idi. Sonra da 3 gündə də 72 səhifə oxudu. Neçə eləyəcək? 192 səhifə oxumuş olar. Yəni şansı variantı uşaqlar B variantı. 43-cü sual fəza fiqurları haqqındadır. Deyir, düzbucaqlı fiqur. Uşaqlar, bax bunun belə ən bəsit. Uşaqlar bunu bəzən prizma və piramidanın səhv salırlar. Bax 2 dənə elə oturacağı varsa, o avtomatik prizmadır. Və oturacağı da hansı fiqurdursa, ona uyğun da adını verirsən. Bunun oturacağı üçbucaqlısa, deməli üçbucaqlı prizmadır. Yəni doğru cavab C variantıdır. 5 rəqəminin güzgü əksi hansı variantda verilmişdir? Qəşəng sualdır, maraqlı sualdır. Baxın, A variantı güzgü əksi deyil. Sonra D variantı da güzgü əksi deyil. Daha sonra uşaqlar, bir dəqiqə, burada baxın, bu da güzgü əksi deyil. Güzgü əksi hansıdır? B variantı. Bunlar B-dən C bir-birinə çox şey oldu. Amma şık cavab B-dir uşaqlar. B. Biraz burada çaşa bilərsiniz, amma B-dir. Velosipedin təkəri 12 tel ilə bölünüb. 2 tel arasındakı bucaq neçə dərəcədir? Baxın uşaqlar. Nə deyirdi burada? Hə, 12 teli bölünübsə 2 tel arasındakı bucaq neçə dərəcədir? Velosipedin təkəri düşünsə belə çevirədir də. Bunun da dərəcə ölçüsü neçə idi? 360-dır, onu bilirik. O da 12 telə bölünübsə 360-ı da böləcəksiniz 12-yə. Ya bu şəkildə 30 ya da 360 bölək 12 bərabərdir 30. Əksərən uşaqlar kəsri görəndə bəziləriniz diliniz dolaşır. Amma ki o da bölmə deməkdir uşaqlar. Cavab 30. Yəni B variantı. Sonra keçək növbəti 46-cı sual. Deyir ki, gimnast hərəkət zamanı lentdə havada 8-ə bənzər fiqur çizir və kiçik çevirən radiusu 1,5 metr, böyük çevirən radiusu isə 2 metr olarsa, AB məsafəsini tapın. Çox qəşəng sualdır uşaqlar. Bu ən çox imtahanda da sizin favori suallarınızdandır. Baxaq. Elə qoy görüm mən bunun üzərində qeyd edim. Bir də ora çəkməyim, böyüdə bilmirəm bundan artıq. Baxın, bizə AB-ni soruşur. AB-ni. Bax, bunun buradan bura 1,5-dirsə, aşağılar qoy nələ burada çəkim. Belə çəkim bir tər. Buna oxşadaq. Biraz sərgərsi olsa da. Bura 2 metr. Buradan burada 1,5 radiusdur da bunlar bilirik. Bu radius buradan bura 25-dir. Bizdə də AB-ni soruşur da. A-dan. Vay nə oldu? A-dan B-yə. Baxın, burada 1,5-dirsə, deməli ki, buradan burada 1,5-dir də. Radius da axı eynidir. Və 1,5-in üzərinə 1,5 gələndə eləyəcək 3. Buradan bura 2-dirsə, burada 2 metrdir. 2 metr üzərinə gəlir 2 metr bərabərdir 4 metr. Onda 3 buraydı, 4 də buraya eləyəndə nə qədər eləyir? 7. Yəni ki, AB məsafəsi nə imiş? 7. Sonra, baxın, 47-ci sual. Diqqətli olmaq lazımdır. Biraz çox bəsit sualdır, amma bunda diqqət tələb edir. Ədədi artan sırayla düzündür. 45.280, 45.203, 45.320, 45.302. 45.203 artan sıradırsa ən kiçiyi budur. 45.203-dən başlayan hansı variantdır? Elə variantları asan qoyublar, elə variant. Baxın, 45.230, 45.302, 45.320. Yəni elə A variant elədir. Şəkildəki güllər verilən bucaqlara uyğun əkilmişdir. Bənövşə güllərin əkildiyi sahəni tapın. Aşağıda diqqət eləsəniz bu açıq bucağa oxşuyur. Bura 25 dərəcədirsə, burada 35 dərəcədirsə, açıq bucaq nə qədər idi? 180 dərəcə idi. 180 dərəcədən 35-dən 25-in cəmini neçə edir? Bərabərdir 180 çıxaq. 35-dən də 25 neçə edir? 60 bərabərdir 120 dərəcə. Bənövşəyi də nə qədərdir? 120 dərəcə. Ya belə yaz. Ya da ki, deyirsən ki, müəllim, mən elə olanda dolaşıram. 35-in üstü 25 gəlir. Neçə edir? 60. Bu da hamısı açıq bucaq olduğuna görə 180-dən də 60 çıx 120 dərəcə. Belə, sonra keçək 49-a. 49. Onluq kəsrlər azalan sırada hansı variantda doğru göstərilib?
Baxın aşağılar. Bunda uşaqlar çox çətin çəkidir. Məcbur göstərəcəm. 0,6, 0,58, bir də 0,62. Bunlardan eyni vergüldən sonra eyni sayı vermək üçün bu yana da bir 0 gətir. Bizə də nə deyir? Azalan sıra. 60, 58 azaldı, amma 62 düz gəlmir. Deməli, A variantı deyil. Sonra baxın, yenə 0,58, 0, belə deyirəm ki, bilirsiniz də 0,58. Sonra 0,16, 0,62. Yenə bunu gətirir eyniyə. Burada artıq artan sıra ilə gedib. Bizə lazım deyil. Bizə azalan lazımdır. C variantına baxın. 0,62, 0,6, 0,58. Bunun yanına 0 gətir. Görürsən 62 azaldı, 60 azaldı, 58. Yəni doğru cavab hansıdır? C variantı. Burada da uşaqlar yenə eyni qayda getsə 60, 62, 58. Yəni bu da artıq düz gəlmir. Sonra keçək 50-ci sual. Deyir ki, Muradın bir addımı 60 sm, Leylanın bir addımı 50 sm-dir. Murad 15 addım, Leyla 12 addım atarsa onların getdiyi məsafənin fərqi neçə metrdir? Baxın, 60 sm Muraddır. 60 sm atır bir addımı. Leylanın bir addımı 50 sm-dir. Diqqət edin, santimetrdən verir və sonda sənə metr soruşur. Murad 15 addım. Yəni 60-ı vuracaqsan 15-ə. O da edəcək 6 dəfə 15-imiz edəcək 90, 900 sm. Leyla da bir addımı 50-dirsə, 50 sm-dirsə, 12 addımda Leyla atıb. Bu da edəcək 600 sm. Baxın, 1 metrimiz 100 sm-dirsə, 900-ü 100-ə böləndə 9 metr. 600, 1 metrimiz 100 sm-dirsə, 600 də 100-ə böləndə 6 metr. Çünki mənim şərtdə sonda metrdən soruşur. Bunu da deyir ki, biri digərinə getdiyi fərqi neçədir onların getdiyi məsafənin. 9-dan da 6 metr çıxanda nə qalacaq? 3 metr. Yəni doğru cavab hansıdır? D variantı. Mən inanıram, siz diqqətli olsanız hamısını düz edəcəksiniz. Sonra 51. Dərs saatı 45 dəqiqə davam edir. 4 dərs olan sinifdə dərs 8:00-da başlayır. Və 11:15-də bitərsə, bir tənəffüs neçə dəqiqədir? Baxın, 8:00-da başlayıb, 11:15-də bitir. Əvvəla 11:15-dən 8:00 çıxaq. Görək 4 dənə dərs neçə saat davam edir? 5, 1, 11-dən 8, 3 saat 15 dəqiqə 4 dənə dərs davam edir. Aşağılar 3 saat 15 dəqiqə və 45, bir dərsdə 45 dəqiqə davam edir. Baxın, 3 saatı 3-ü vururam 60-a, 180 dəqiqə, üzərinə də 15 deyəndə 195 dəqiqə məktəbdə 4 saat tənəffüslü, dərsli belə edir. 4 dərs. 195 dəqiqədən da indi bizə deyir ki, bir dərs 45 dəqiqədir. Mən də 195-i böləcəm 45 dəqiqəyə. Burada 4 dəfə olsa, 4 dəfə olanda 4 dəfə 5, 20, 4 dəfə 4 də 16, 18. 5-in özü burada da qalacaq 1. Yəni bir tənəffüs neçə dəqiqədir? 15 dəqiqə. Nə qəşəngmiş burada bir tənəffüs 15 dəqiqə. Yəni doğru cavab hansıdır uşaqlar? D variantı. Sonra 52. 2 şagird məktəbə piyada gedir. Hansı şagirdin yolu daha uzundur? D. Birinci şagirdin yolu 1,2 kilometrdir. Yəni uşaqlar 1,2 kilometr. İndi özünüz düşünün görün. 1 kilometr neçə metrdir? 1000 metrdir. Yəni 1,2 kilometrimiz neçə metr eləyəcək? Eləyəcək 1200 metr imişdi də. Biz onu ölçü vahidlərində də kitablarınızda da eyni var. Eyni ona əlaqələndiriblər. 1200-ü, çünki 1 kilometr niyə bu metrə çevirəm? 1 kilometrdir, 1 metrdir də dəqiq bilmək üçün. 1 kilometr 1000 metrdir deyə 1,2-ni 1000-ə vuracam. Yəni metrə çevirmək üçün. O da edəcək nə? 1200 metr. O birisi də görsədir ki, metrdən verib 900 metr. İndi hansının yolu daha uzundur? Əlbəttə ki, o səhrayıdır, sarıdır, o həmin şagirdin, yəni D variantı.
Sonra 53-cü sual. 48 şagird hər sırada bərabər sayda olmaqla düzlərsə, aşağıdakılardan hansı variant mümkündür? Baxın, 5 sıra var, hərəsində 9 şagird varsa 45 olardı. 7 sıra hərəsində 6 şagird varsa 42 olardı. 9 sıra hər sırada 4 şagird varsa 36 olardı. 9 dəfə 4 36. 6 sıra hər sırada 8 şagird 48. Elə şərtdə də 48 idi. Yəni B variantı. Sonra 54-cü sual uşaqlar. Onda 7 üstəcə. Bax, onda 7-ni biz bunun qabağında tam varmı? Yox. 0 tam. 1 0 var deyə elə onun yerinə də 7 gəlir. 0 tam onda 7. Yəni 0 tam onda 7 üstə gərək 1 tam onda 2 vergülün altdan yazsan. O deyir 1 tam 9. Və ondan da çıxırsan 1 tam 9-dan 0 tam 35. Baxın, vergülün altdan yazın. Buraya 0 yazıram ki, həll edə bilim. Ondan 5 çıxanda 5. Burada 1-ni vermişdim, 8 qaldı. 8-dən 3 çıxanda 5. Burada da elə öz qaydasında qalır. Yəni 1 tam 55. Doğru cavab hansıdır uşaqlar? Doğru cavab B variantı. Səhv eləmədik ki, 5-in özü 8-dən 3 çıxanda 5. Hə, düzdür. Birdən belə misallarda diqqətsiz səhv edirəm. Sonra uşaqlar deyir, ADC bucağının dərəcə ölçüsünü tapın. Tapaq. A, baxın, A nə dedi? DC. ADC, yəni bunu istəyir. Bu da bəsit uşaqlar. 35 orasıdır, 25 də orada neçə edir? 60 dərəcə. Sonra 56-cı sual. Nigarın sürəti 50 metr böl dəqiqədir. 1 saatdan sonra Nigar neçə kilometr məsafə qət edər? Ay uşaqlar, 56-cı sualdaydıq. Hə, Nigarın sürəti 50 metr böl dəqiqədir. Yəni ki, bu adam 1 dəqiqəyə 50 sürətdən gedir. Yəni 50 metr gedir. 1 saatdan sonra, aşağılar 1 saatımız 60 dəqiqədir. Və 1 dəqiqə 50 gedirsə, 60 dəqiqəyə 60-ı vuracam 50-yə edəcək 3000 metr. Və sənə nəticədə diqqətli olan, sənə nəticədə kilometrdən soruşur. 1 kilometrimizdə bayaqdan dəfələrlə qeyd edirəm ki, 1000 metrdir. 3000-i də böləcəm 1000-ə, düşəcək 3 kilometr. Yəni, nə qədər yol gedər? 3 kilometr. Sonra keçək 57-ci suala. 1000 qramlıq tort 10 hissəyə bölünüb. Orxan hər dəfə tortun 5də 1 hissəsini yer. Orxan bir dəfəyə neçə hissə tort yer? Hər dəfə tortun 5də 1 hissəsini yer. Baxın aşağılar, 1000 qramdır. 10 hissəyə böləndə hər hissə nə qədər edir? 1000-i 10-a böləndə 100. 100 qram. Bir dənə hissə nədir? 100 qramdır. O da hər dəfə tortun 5də 1 hissəsini yer. 5də 1-i, 100-ün 5də 1-i neçə edir? 20. 20. Yəni 20 qram yer. Hər dəfə 20 qram yeyirsə, bu da nə qədər yer? Neçə hissəyə bölünmüşdü tort? Hər uşaqlar davam edək. Dedim, harada qalmışdıq? 1000-dir. 10 hissəyə bölünürsə, hər hissə 100 qramdır. Burada uşaqlar, bax, burada deyir ki, tortun 5də 1-i. Mən yediyinin tapmışam 5də 1-ini. Xeyr, burada diqqət edin sizdə ki, tortun 5də 1 hissəsi deyir. 1000 qramlıq tortun 5də 1 hissəsi nə qədər edir? 1000 qramlıq 5-də yenə məxrəcə bölürük, qalır 200 qram. Yəni 1000 qramlıq tortun 5də 1 hissəsi 200 qram edir. Hər hissə də 100 qram elədiyinə görə 200 qramda 100 qramlıq olaraq neçə hissə edir? 2 dənə hissə. Yəni neçə hissə yemiş olar? 2 hissə yemiş olar. Bir dəfəyə deyir neçə hissə yer? 2 hissə. 57-nin də cavabı budur uşaqlar. Sonra 58. Diaqramda ali xərclərin bölgüsü verib. Ailənin ali xərci 600 manat varsa, digər xərclər neçə manatdır? Baxın, 3də 1 qida.
Sonra 0,25. Yəni bunu kəsrdən yazanda %25 yazırıq. Hər tərəfi də 25-ə böləndə yuxarıda bir 4də 1 qalır. 4də 1 də nəqliyyatdır. İndi deyərsən ki, ay müəllim, bu 3də 1-dir, bu 4də 1-dir. Məcbur biz bunları eyni məxrəcə gətirəcəyik. Ona görə 3də 1-i, aşağını da, yuxarını da və 4də 1-i də hər ikisinə də ortaq bölünən 12-yə gətirəcəm. 4-ü də aşağını 3-ə vuranda yuxarını 3-ə vururam. Bu neçələrdir? 12-də 3 nəqliyyat. Və yenə bunu da aşağını da yuxarını da 4-ə vuranda 12-yə gətirməliyəm axı. 12-də 4. 12-də 4 də nədir? Qida. İndi baxın, burada təzədən yazıram. İndi 12-də 4 qida idi. Qida. Sonra 12-də 3 nəqliyyat. İndi baxın aşağılar. Hissələrə baxın. 12-nin 4-ü, 3-ü getdi. 12-də 12 idi axı. Tam hamısı bir yerdə. 12-də 3-ün üstə 4 gələndə 12-də 7 edir. 12-də 7-dən çıxanda 12-də 5 digər xərclərə qalır. Digər xərclər də 12-də 15-dir. 600 manat olarsa, heç sən 600-ün 12-də 5-ini tapaq görək digər xərclər nə qədər eləyir. Məxrəcə bölüb sürətə vurursan. O da neçə eləyir? 5, 50, 50-ni də 5-ə vuranda 250. Deməli 250 manat da digər xərclərdir. Belə, sonra keçək 59-cu suala. 59-cu sualda vaxtı atmışam, bir dənə öz-özümə danışaram. 59-cu sualda baxaq. Aysu təqvimdə qeyd olunan günlərdə layihələrə qoşulub. Vəli dedi ki, Aysu bu ay ümumilikdə 5 layihədə iştirak edib. Vəli dedi ki, Aysu bu ay ümumilikdə 5 layihədə iştirak edib. Onun dediyi doğrudurmu? Bəli və ya xeyr seçin və seçiminizi əsaslandırın. Sürətli oxuyaq, riyaziyyat sevirəm, təcrübə toplayırıq, idman sağlamlıqdır. Qoşulduğu layihələrin adı odur. Və qeyd olunan cümlələrdə də layihələrdə qoşulub. Baxın, aprelin 1-i qoşulub. Aprelin 1-i gəlin sürətli oxuyaq layihəsində olub. Sonra aprelin 7-si riyaziyyatı sevirəm layihəsində olub. Aprelin 16-sı təcrübə toplayırıq layihəsində olub. 29-unda da idman sağlamlıqdır layihəsində olub. Yəni, təqvimdə qeyd olunan cümlələrdə layihə qoşulub. Bəli, bu ay ümumilikdə 5 xeyir uşaqlar. Bu aprel ayında bu yalnız 4 layihədə qoşulub. Yəni, xeyr. Çünki qeyd əsaslandırma yazarsınız ki, aprelin 1-i, 7-si, 16-sı və 29-unda 4 dənə layihədə iştirak edib. Sonra keçək 60-cı suala. 60-cı suala baxaq. Sonuncu sualımızdır. Bağban deyir düzbucaqlı forması olanda bağın ətrafına hasar seçmək istəyir. Baxın aşağılar, bu sizin düzbucaqlı formasında bağınız. Bağın uzunluğu 2,4 kilometrdir. 2,4 kilometr. Eni isə x metrdir. Baxın, ölçü vahidlərinə də diqqət edirik həmişə. Metr, bu da kilometrdir. Hasarın uzunluğunu hesablamaq üçün riyazi ifadə qurun və x 1,2 olduqda bağın perimetrini tapıb metrlə ifadə edin, həllinizi qeyd edin. Yəni uşaqlar, x burada vermişdi axı əvvəl. İndi deyir ki, həmin o x 1,2 metrdir. Bərabərdir 1,2 metr. Və hasarın uzunluğunu hesablamaq üçün riyazi ifadə qurun və x 1,2 metr olduqda bağın perimetrini tapıb metrlə ifadə edin. Baxın, riyazi ifadə qur dedikdə bunun perimetrini necə tapırıq? Əgər bir bağın ətrafına hasar çəkiriksə, onun perimetrini tapmalıyıq. Düzbucağın perimetrdə 2 üstə gəlir, 2 vuraq, A üstə gəlir, B. İfadə qurduqda da 2, A-ya neçə tapmışdıq? A-ya x-dır, üstə gələk 2,4 kilometr. Belə yaza bilərik. X-in yerinə də gətirib 1,2 metr qoyanda artıq o 1,2 metrdir, bu da kilometrdir. Ona görə nə edəcəyik uşaqlar? 2 vuraq 1,2 metr üstə gələk 2,4 kilometr yerinə qoyub hesablayırsan. Sonra ardınca da yenə 2-ni burada saxlayaq. 1,2 metr üstə gələk 2,4 kilometrimiz 2,4 kilometrimiz neçə metrdir? 2400 metrdir. Bərabərdir. Yerim çatmayacaq.
Buralardan bu şəkil silim. O hissəni yəqin ki bildiniz də, siz də mən yazdıysam ki dəftərinizdə qeyd edin. Sonra indi 1,2 üzərinə gələk 2400 metr. Çünki ikisi də metr daşlar. Biri kilometr, biri metr deyə çevirdim. O da eləyəcək perimetr bərabərdir 2 vuraq. 1,2-nin üzərinə 2400 gəldikdə edəcək 2401,2 bərabərdir. Onu da vurduqda edəcək 4802,4 metr. Yəni doğru cavabımız budur uşaqlar. Belə. İnşallah sizin üçün faydalı olmuşdur. Həmin bu monitorinq vəsaitini də almanızı tövsiyə edirəm. Gördüyünüz kimi çox maraqlı, çox qəşəng suallar var. Sağ olun, salamat qalın.